Əhl-i-Sünnə və Cəmaənin etiqadı açıq aydındır. Əhl-i-Sünnə və Cəmaə bu təməl əsaslardan yapışıb və Peyğəmbər sallallahu aleyhi və səlləmin ümməti olan tövsiyələrinə əməl edir və həmçinin Əhl-i-Sünnə və Cəmaə böyük alimlərin etiqadı üzərindədir. İmam Malik, İmam Şafi, İmam Əhməd, İmam Əvzə'i, İmam Səvri və digər böyük alimlərin etiqadı üzərindədir. Yəni onlara görə, yəni onların vaxtında, bu alimlərin vaxtında rəhbərlər yox idi. Həmin alimlərin vaxtında rəhbərlər yox idi. Əlbəttə var idi. İmam Şafinin, İmam Malikin, İmam Əhmədin, İmam Əvzə'i, İmam Səvri, bunların vaxtında da rəhbərlər var idi. Yaxşı, onlar niyə danışmadı? Bunlar da dövlətə işləyirdi, hə? İmam Əhməd dövlətə işləyirdi, türmədən çıxanda deyir ki, Allahım onu bağışla, o bilmir. Yəni, bugünkü gün bir dənə su kəsilməsinə görə danışan kimsə, İmam Əhmədin gördüyü əziyyətləri görsəydi, bəlkə də dindən çıxardı. Bəlkə də dindən çıxardı. Və ona görə Əhl-i-Sünnə və Cəmaə sələfi etiqadı deyiriksə, hər bir şeydə Əhl-i-Sünnəyə tabi olmalıyıq. Həm etiqadda, həm əxlaqda və həmçinindəki ibadətlərdə. Əlbəttə ki, onların vaxtında da alimlər var idi, rəhbərlər var idi və onlar da bu əziyyətləri, zülmləri görmüşdülər və onların da xətaları var idi. O rəhbərlərin də idarəçiliyində xələlləri var idi. Cəhmilər var idi, Allahın ad və sifətlərini inkar edirdilər. Cəhmilər var idi, Mötəzilələr var idi, imamlara əziyyət verirdilər. Quranın məxluq olduğunu deyən rəhbərlər var idi. Küfr idi bu. Bu küfr idi. Bununla belə hansı alim, Əhl-i-Sünnə alimi bunlara qarşı çıxdı və yaxud da ki, onları təkfir elədi və yaxud da ki, onlar barəsində danışdı. Çünki Əhl-i-Sünnə və Cəmaə bilirdi ki, bunda bir fayda yoxdur. Bunda bir fayda yoxdur. Deməli, bunların etiqadına belə desək ki, yəni Əhl-i-Sünnə və Cəmaə bu dəlilləri götürüblər, Quran və Sünnənin gətirdiyi dəlilləri və xavariclərlə və bidət əhli ilə mübarizə ediblər, Mötəzilələrlə və digərlərindən. Deməli bunlar, yəni bunlar da saray alimləri sayılırlar və bunlar da cəsus uydular. Onlar niyə danışmadılar? Yəni vallahu yuharibun əhlə-sünnəti bi əsalibi şuyu'iyyin vəl-ba'siyyin vəl-qavmiyyin. Allaha and olsun ki, bugünkü gün bu şarlar altında gəzən, yəni Allahın hökmünü deyib, Allahın hökmünü tətbiq eləməyən kimsələr Əhl-i-Sünnə ilə ateistlərin üslubu ilə müharibə eləyən kimsələrdir. Ateistlərin üslubunu götürüblər, onların Əhl-i-Sünnəyə dediyi tənələri və Əhl-i-Sünnə ilə müharibə eləyirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, rəhbərlərdə açıq aydın küfür görmədikcə onlara qarşı çıxmayın.